Azərbaycan nümayəndə heyəti İranın ali rəhbəri Əli Xameneyinin vida mərasimində iştirak etmək məqsədi ilə Tehrana səfər edib. Nümayəndə heyətini daşıyan təyyarə Tehran hava limanında rəsmi qarşılanıb. Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir. Azərbaycan nümayəndə heyəti Tehranda Böyük Müsəlla məscidində Əli Xameneyi ilə vida mərasimində iştirak edib. Xəbər verdiyimiz kimi bugün səhər saatlarından İranda ölkənin mərhum ali lideri Seyid Əli Xameneyinin vida mərasiminə start verilir. Bununla bağlı CNN telekanalında maraqlı xəbər paylaşılıb. Xəbərdə vida mərasiminin 4 iyul tarixində də keçirilməsinin təsadüfi olmadığı qeyd olunur. Bildirilir ki, bu tarixin seçilməsi simvolik siqnal kimi qəbul edilə bilər. Çünki məhz 4 iyulda ABŞ-də müstəqillik günü qeyd olunur. Üstəlik, bu il ölkə müstəqillik bəyannaməsinin qəbul edilməsinin 250 illiyini bayram edir. ABŞ prezidenti Donald Trump'ın da yubiley münasibəti ilə xalqa müraciətlə çıxış etməsi gözlənilir. Reportajda həmçinin qeyd olunur ki, dəfn mərasiminin Məhərrəm ayında keçirilməsi ona əlavə dini və siyasi əhəmiyyət qatır. Qeyd edək ki, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbala şəhərlərində də keçiriləcək. Sabiq rəhbərin cənazəsi iyulun 8-də İraqa aparılacaq. İyulun 9-da isə Ayətullah Seyid Əli Xameneyi öz vəsiyyətinə uyğun olaraq Məşəd şəhərində torpağa tapşırılacaq. Xatırladaq ki, 86 yaşlı Əli Xameneyi fevralın 28-də Tehrana aviazərbələr nəticəsində həlak olmuşdu. تقدیر الهی چنین بود که رهبر مجاهد و شهید ما در میانه مسئولیت، در اوج خدمت و در هنگامه دفاع از آرمانهای ملت خویش به فیض عظیم شهادت نائل آید. شهادتی که بار دیگر وجدان جهانی را با این پرسش روبرو ساخت که آیا هنوز میتوان از عدالت، صلح و حقوق ملت‌ها سخن گفت بی آنکه معیارهای دوگانه و سکوت در برابر خشونت به ترور مورد پرسش قرار گیرند؟ و چه بسیارند آزادگانی که این معیارهای دوگانه را به چالش میکشند. تا لحظاتی دیگر جناب آقای نیکول پاشینیان، نخست وزیر محترم